Kəli ilə dinlədən bir hekayə. Çevirən Əli Zəncanlı. Bir köpək aslanın yanından keçirdi. Onu yuxlamış gördüyündə bir ip gətirib aslanı ağaca bağlayır. Aslan uyanıb özünü açmağa çalışır. Ancaq özünü qurtara bilməyir. Bu çağda bir eşək oradan keçirdi. Aslan baxıb eşəyə, "Məni buradan açıb qutarsan, meşənin yarısını sənə verəcəyim" dedi. Eşək bir az dayanıb fikrə daldı. Sonrası aslanı ağacdan açdı. Aslan ayağa durub özünü silkəyib toz torpağını çalandan sonra eşəyə belə söyləyir: "Mən meşənin yarısını sənə verməyəcəyim." Eşək şaşıb, "Sən söz verdin mənə" dedi. "Meşənin hamısını sənə verəcəyim" aslan dedi. Çünki bu meşə daha dərdə dəyməz. Aslanı bir meşədə köpək bağlayıb onu eşək dardan qutarsa, daha yaşamağa dəyəri yoxdur. Bunu deyib yoluna getdi.